Çox dəyərli izləyicilərim, sizi kanalımdan salamlayıram. Xəncəl hazırlamışam. Gördüyünüz kimi xəncəllər çox gözəl alınır, yəni bir-birinə yapışmır. Hazırlama qaydasını sizlərlə bölüşürəm. Deməli, mən burada 2 cür xəncəl hazırlamışam, lakin birinci hissəni lentə alıb sizlərlə paylaşıram. İnşallah ikinci hissəmdə o bir qaydada hansı ki xəncəl hazırlamışam, onu da sizlərlə paylaşacağım tez bir zamanda. Xəmiri yoğururam. Mən burada unu çox götürmüşəm. Dediyim kimi 2 növdə xəncəl hazırlayacağam. Ona görə 2 kiloqram un, üzərinə duz, duzunu da yaxşı vurun, çox az vurun. Yəni xəmir şit olanda xəncəl ləzzətli alınmır. 6 ədəd yumurta və apardığı qədər su əlavə edib xəmiri yoğururam. Xəmirimiz burada yumuşaq xəmir olmur. Yəni çox su vurmaq lazım deyil. İndi apardığı qədər su deyirəm, amma xəmir biraz sərt olmalıdır. Yəni yumuşaq olmalı deyil. Xəmiri yoğururam. Yoğurduqdan da sonra mayalı xəmir olmadığı üçün çox gözlətmirəm. Yoğurub toparlayıram bir yerə və üzərini örtüb hardasa 5 dəqiqə, 10 dəqiqə xəmiri dinləndirirəm. Yəni xəmir 5-10 dəqiqə qaldıqdan sonra kündələrə ayırıram. Mən burada kündələri, deməli, yenə də qeyd edeyim ki, burada bizim unumuz çoxdur. Siz 6 ədəd yumurtanı 2 kiloqram una qatmışam. Siz onu yarı bölə bilərsiniz. Məsəl üçün 1 kiloqram unun 3 ədəd yumurta, burada hardasa 3 ədəd lavaş, demək olar 2 nəfərin payıdır süzəndə. 3 ədəd lavaşı, biraz böyük lavaş yayıram, 2 nəfərin payı hesab olunur. Xəmiri kündələyirəm, kündələdikdən sonra həmən yuxaları yayacağım. Kündələr də çox balaca tutmuram, gördüyünüz kimi. Bir şəkər bıraq, hardasa 180 qram, 100 qram çəkisində olur kündələr. Yəni 2 şəkər bura xəmiri qədər kündənin boyunu deyirəm ki, yəni ona görə deyirəm ki, 3 ədəd kündə 2 nəfərin payıdır. Bütün kündələri hazır edəndən sonra heç gözlətmədən yuxaları yayıram. Bacardıqca nazik yaymaq lazımdır yuxanı, heç bir qorxusu yoxdur. Nə qədər nazik yaysanız bir o qədər yaxşı. Yəni fikirləşməyin ki, çox nazik olar, birdən əzilər, xəmir olar, xəşil olar qaynayanda. Heç də elə deyil. Çünki tərkibində yumurta var. Ona görə yuxarı yaydıqdan sonra gördüyünüz şəkildə üzərini unlayıram ki, oxlova fırladanda yapışmasın bir-birinə və bu qaydada kəsirəm. İstənilən formada kəsmək olar. Kvadrat forması, nə bilim paxlava formasında, onun heç bir önəmi yoxdur formanın. Böyüklük, kiçikliyi də özünüzdən asılıdır. Biraz böyük, biraz kiçik formada kəsə bilərsiniz. Dəyərli xanımlar, yenidən kəsmə qaydasını sizlərə göstərim. Deməli, yuxarı yaydıqdan sonra bu qədər unu üzərinə əlavə edib oxlovla fırladıb və bu formada kəsirik. Daha sonra hissələrə bölürəm. Suyu da qaynamağa qoymuşam. Yəni bu xəncəl kəsən kimi süzürəm. Amma ikinci hissədəki xəncəl var. Orada xəncəli mən lavaşını pörtürəm. Daha sonra bişirirəm. Xəncəlin suyu qaynayır burada. Yetərincə də duz əlavə edirəm. Yəni az əlavə eləmirəm duzu, şit olmasın. Və gördüyünüz kimi bax xəncəlləri bir-bir necə atıram. Heç xəmir üst-üstə qalanda da yapışmır. Qaynadıqdan sonra xəmir suyun üzərinə yığılsa, demək ki, hazırdır və süzürəm. Görürsünüz necə dən-dən çox gözəl. Yəni bir-birinə yapışmayan, heç bir xəşil kimi yapışıb bir-birinə topalanmayan bir xəncəl alınır. Sonra üzərinə soğan dağını da əlavə edirəm bol-bol və sarımsaq qatığı da üzərindən əlavə edirəm. Olur ki, qurutdan da istifadə edirlər. Əsasən Qazax sonrası xəncəldə. Mən sarımsaq qatığı və ya süzmədən istifadə edirəm. Hətta qovulmuş qiymətlə də çox ləzzətli olur. İnşallah siz də hazırlayarsınız. Hələlik.